وقل رب زدني علما. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Tevhid kitabının şərhinə davam edirik Allahın izni ilə. Və sizlə keçən dərs götürmüşdük. Nə haqda götürmüşdük keçən dərs? Qurban kəsmədə, haram olan yerlərdə, Allahın adı çəkilməyən yerlərdə, Allahdan qeyrisinə ibadət olunan yerlərdə Allahın adına qurban kəsmək haqqında. Biri var. Ondan da qabaqki, yəni babda, fəsildə götürdük ki, nə? Allahdan qeyrisinə qurban kəsmək. Bu haqda. Yəni Allahdan qeyrisinə qurban kəsmək şirkdir, öyrəndik. Və bu haqda hədislər, ayələr, hədisləri də götürdük. Yəni necə ki, fəsalli li rabbikə vənhar, yalnız Rəbbin üçün namaz qıl, yalnız Rəbbin üçün qurban kəs. Kövsər surəsi. İnne salati və nusuki və məhyaya və məmati lillahi rabbil alemin. Yəni mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlər Rəbbi Allah üçündür. La şərikə ləhu, onun heç bir şəriki yoxdur. Fəbizəlikə umirtu və ənə əvvəlül müminin. Deyir ki, onun heç bir şəriki yoxdur. Görsən, deyir ki, namazım, qurbanım Allah üçündür və onun şəriki yoxdur. Deməli, Allahdan qeyrisinə namaz qılmaq, Allahdan qeyrisinə qurban kəsmək nədir? Şirkdir. Çünki Allah deyir, la şərikə, onun şəriki yoxdur. Yəni, qurban yalnız Allah üçündür. Deyir ki, mən bununla əmr olundum. Sonra hansı yəni, hədisi gətir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, La'nallah mən zəbəhə li qeyrillah. Kim Allahdan qeyrisinə qurban kəssə, Allah ona lənət eləsin. Özü hədisi o ilə başlayır. Orada 4 dənə şeyin lənət gəl. La'nallah mən zəbəhə li qeyrillah. Allahdan qeyrisinə qurban kəsən lənət olsun. La'nallah mən la'nə validey. Öz valideyninə lənət edənə Allah lənət eləsin. La'nallah mən qayyara mənaral ard. Yerdə sərhədləri dəyişən, dedik qonşu ilə insan öz sərhədini dəyişərsə, biraz qabağa çəkərsə ki, bir qarış qabağa düşsün, Allah ona lənət eləsin. Və sonra nə deyir? La'nallah mən əvə muhdisən. Yəni, kim bidətçiyə sığınacaq verərsə, Allah ona lənət eləsin. Aydındır bunlar idi. Deməli, bu keçən dərsdən qabaqki dərsin dəlilləri idi. Sonra keçən dərs biz nəyi götürdük? Götürdük ki, Allahın adına kəsilsə belə, Allahdan qeyrisinə ibadət olunan yerdə qurban kəsmək nədir? Haramdır. Bunu götürdük. Və yəni dəlillər nə idi? Lə təqum fihi əbədə. Yəni orada Peyğəmbər sallallahu əleyhi və səlləm Allah təala deyir ki, orada heç vaxt namaz qılma. Lə məscidun ussisə alə təqva min əvvəl yevmin əhəqqu ən təquma fih. Deyir ki, ən birinci gündən təqva üzərində bina olunan məscid ibadət olunmaq üçün, namaz qılmaq üçün daha haqlıdır. Deməli, izah etmişdik ki, yəni əgər namaz qılmaq olmazsa, yəni ibadət eləmək olmaz, yəni qurban da kəsmək olmaz. Həmçinin demişdik ki, qurban kəsmək, yəni ibadəti zahirən Allahdan qeyrisinə də olsa, Allaha da olsa şəkli eynidir. Deyilmi? Şəkli eynidir, sadəcə niyyət fərqləndirir onu. Niyyət. Ona görə, misal üçün, kimsə kilsədə dedik sahabələrdən gəlib namaz qılmaq, bu barədə səhih əsərlər var. Dedik ki, bizim namazımız fərqlidir, nəsranilərin namazı fərqlidir. Yəni, ona görə kilsədə namaz qılmaq olar. Çünki kilsə də əslən ibadət üçün qoyulan bir yerdir, ibadət üçün tikilən bir yerdir. Aydın, amma Allahdan qeyrisinə qurban kəsmək qəti şəkildə olmaz həmin yerlərdə. Nəyə görə? Çünki bunun şəkil, zahiri, surəti fərqli, yəni olmur, eyni olur. Sadəcə niyyət, yəni orada fərqli. Həmçinin biz hədis də götürdük, bir ki, Buvanə vadisində qurban kəsməyi nəzir etmişdi. Peyğəmbər sallallahu əleyhi və səlləm ona 2 sual verir. Nə idi o 2 suallar? Birinci sual oldu ki, deyir, orada Allahdan qeyri ibadət olan bir bütlərdən bit olubmu? Yəni bütlərdən bir büt olubmu ki, orada ibadət eləsinlər? Deyir, xeyr. Deyir, orada cahiliyyə dövrünün bayramları var idi mi? Deyir, xeyr. Deyir ki, onda nəzrinə vəfalı ol. Aysa, əvfi bi nəzrik.
nəzrinə vəfalı ol. Ona görə yəni deyirik ki, yəni bu keçən dərs nə idi? Allahdan Allah üçün olsa belə Allahdan qeyrisinə ibadət olunan yerlərdə, pirlərdə, ocaqlarda və s. kimi yerlərdə qurban kəsmək olmaz. İndi bugünkü dərs odur ki, bəbun minəşşirki ən-nəzru li qeyrillah. Deyir ki, şirkdəndir Allahdan qeyrisinə nəzir demək. Bəbun minəşşirk. Demək, Allahdan qeyrisinə nəzir demək nədir? Şirkdir. Aysa. Çünki nəzir nədir qardaşlar? İbadətdir. Nəzir ibadətdir. Yəni nəzir əgər bir şey ibadətdirsə, ibadəti Allahdan qeyrisinə etmək nədir? Allah şərik qoşmaqdır, şirkdir. Buna da nə deyirlər? Şirk deyirlər. Mən ibadəti Allahdan qeyrisinə yönəltmək, Allaha şərik qoşmaqdır. Onun da İslamda adı şirkdir və Allah o şirki bağışlamır. Və o şəxs dindən çıxmış olur. Yəni o şəxs. Təbii ki, yenə deyirik, biz hər dəfə bunu qeyd edirik ki, biz cahillikdən edəni qəsd etmirik. Əgər kimsə bilərəkdən şirk edərsə, o müşrikdir, kafirdir, əbədiyyən cəhənnəmlikdir, əgər tövbə etməsə. Lakin əgər kimsə bilməyərəkdən edirsə, ona çatdırmaq lazım, bəyan etmək lazımdır. Əgər davam edərsə, bəyan olandan sonra yenə müşrikdir. Və davam edərsə, başa düşüb davam edərsə, yenə kafir müşrik olur. Yox, əgər davam etməzsə, onda yəni tövbə edib qayıdarsa, yəni olduğu kimi müsəlman olur. Və Allah Teala nə deyir? Buyurur ki: "Və qavlillahi Teala yufuna bin-nəzri və yaxafuna yawman kana şerruhu mustatira." Deyir, onlar nəzirlərinə vəfalı olarlar. Və yaxafuna yawman kana şerruhu mustatira. Deyir və şəri hər yeri bürüyən, yəni qiyamətdən qorxarlar. Yəni deməli, onlar nəzirlərinə vəfalı olar. Yəni burada vəfalı olmaqdan gətirir. Bax qardaşlar, nəzirin halları var. Nəzir ən geniş ibadətlərdən biridir. Ən geniş ibadətlərdən biridir. Birinci odur ki, nəzir ibadəti var, mutlaqun nəzir, ən-nəzrul mutlaq, bir də var ən-nəzrul muqayyəd. Ən-nəzrul mutlaq odur ki, insan yəni nəzir deyir, amma misal üçün müəyyən bir şeyə bağlamır nəzrini. Mütləq edir nəzrini. Müəyyən bir şeyə bağlamır. Və bu nəzir nədir? Mütləq nəzir sayılır. Yəni, bu nəzir nədir? İbadətdir, alimlər deyir. Bu nəzir ibadətdir. Hansı ki, bunu tərk etmək də nədir? Andın kəffarəsini yerinə yetirməlisən. Aydın mı? Andın kəffarəsini yerinə yetirməlisən. İkinci nəzir odur ki, mübah şeyi nəzir etmək. Misal üçün deyirsən ki, nəzir edirəm ki, bu minimi minib harasa gedəcəm. Aydın mı? Bu minimi minib, misal ki, gedəcəm qaxa. Misal ki, bu atı minib gedəcəm qaxa. Bu mübah bir şeydir. Yəni, əgər etməsən, yenə nə etməlisən? Yenə kəffarə verməlisən, andın kəffarəsini. Yəni, yox, and içibsən, yox. O nəzir deyirsən. Deyirsən ki, nəzir dedim, bu atı minib getməyə. Mübah bir şeydir, ibadət deyil. Mübah bir şeyə nəzir deyirsən. Deməli, çünki nəzir oldu. Nəzir dedin axı. Əgər dedinsə, ya yerinə yetirsən, əgər yerinə yetirməsən, günah yoxdur, nə eləməsən? Kəffarəsini eləməsin. Kəffarəsi də andın kəffarəsidir. Kəffarəsi andın kəffarəsidir. Nədir andın kəffarəsi? Ya 10 nəfəri dizdirmək, ya 10 nəfəri geyindirmək, ya bir qul azad etmək. Olan üçündən birini bacarmasan, əsas da biz yeməklə geyindirməyi deyirik, çünki qul azad etmək yoxdur. İndi qul yoxdur, elə deyilmi? Ona görə geyindirmək və yedizdirməyi deyirik. Bu üçündən biri onları bacarmasan, nə edirsən? 3 gün oruç tutursan. Əgər bacarmasan, bax, diqqətli olmaq lazım. Yox, insan əgər bacarır, 10 nəfər yedizdirmək, amma yedizdirmir, 3 gün oruç tutur, sayılmır o. Keçərli deyil, aydındır. Çünki burada tərtibat var. Buna nə deyirlər? Əl-vacib muxayyər. Vaciblər növləndir. Yəni, vacib var, vacib muxayyərdir bu. Yəni, bu üçündən birini seçmək sənə nədir? Vacibdir. Yəni, kəffarəni verəndə. Aydındır. Bir də var, nəzir nədir? Məkruh nəzirdir. Məkruh. Yəni, insan məkruh olan bir şeyi nəzir eləyərsə, yəni, onu tərk etməsi daha yaxşıdır. Tərk edib kəffarə verməsi daha yaxşıdır, məkruh. Bir də var ki, 4-cü, haram olan nəzir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem
nə deyir? Deyir ki, mən nəzərə an ya'siyallah fələ ya'sihi. Kim əgər nəzir deyərsə ki, Allaha asi olsun, deyir, Allaha asi olmasın. Aydın mı? Və burada alimlər ixtilaf ediblər ki, Allaha tutaq ki, bir adam haram bir şey etməyir. Misal üçün, insan deyir ki, nəzir etdim, bir balon spirtli içki içəcəm. Misal üçün, belə bir şeyə nəzir edib. Haram şeyə nəzir verin və yaxud nəzir etmişəm, filan babada qurban kəsmək. Filan babanın qəbrinin üstündə qurban kəsmək nədir? Şirk də haramdır. Allah üçün kəsirsə də orada yenə haramdır. Aydındır? Çünki biz bundan qabaqki fəsildə götürdük ki, Allahın adına olsa belə Allahdan qeyrisinə ibadət olunan yerlərdə, yəni Allahın adına qurban kəsmək də haramdır. Deyir ki, filan yerdə qurban kəsməyə mən nəzir deyirəm. Və orada əgər nəzir qurban kəsmək yəni haramdırsa, orada ibadət üçün insanlar gedirlərsə, o şey haramdır, onu etməmək vacibdir. Onu etməmək vacibdir ki, etməsin. Aydındır? Və burada alimlər ixtilaf ediblər. Onun kəffarəsi var, yoxsa yox? Bəziləri deyiblər ki, yoxdur kəffarəsi. Bəzi alimlər deyiblər ki, kəffarəsi var. Kəffarəsi var deyənlərin sözü daha ehtiyatdır. Yəni, çünki bu səndən nəzir çıxıb, deyil mi? Onun nəzir çıxıb. Yəni, ona görə ehtiyatını götürüb kəffarə versən, daha yaxşıdır. Daha yaxşıdır. Yəni, vallahu aləm. Beşinci nəzirin növü də odur ki, nəzr ta'a. Nədir? İtaət nəziri. Yəni, bunu fəqihlər adlandırırlar ən-nəzru ət-təbərrur. Yəni bir xeyirxahların nəzri və həmçinin ən-nəzru təqarrub və tənəssük. Yəni, Allaha yaxınlaşmaq. Tənəssük nusuk nəziri. Nusuk yəni nə deməkdir? Yəni, nusuk qurbana da deyirlər, ibadətə də deyirlər. Qul innə salati və nusuki. Deyir ki, mənim namazım da, nusukum da. Nusukum bəzi alimlər ki, ibadət, ümumi din ayinləri nəzərdə tutulur. Yəni, aydın olduğu bu hallar, deməli, bunlar nəzrin növləridir. Bir də var ki, qardaşlar, nəziri yerinə yetirmək. Yəni, ona görə bəzi alimlər deyirlər ki, bu çoxu əksər alimlərin görüşüdür ki, deməli, nəzir xeyir gətirmir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, "İnnehu la ya'ti bi xeyr. İnnehu la ya'ti innema istaxracul bihi minəl bəxil." Deyir ki, o paxıldan mal çıxarmaqdır. O paxıldan mal çıxarmaqdır. Başqa ayədə deyir ki, "İnnehu la yaruddu şey'an." Deyir, nəzir demək nəyisə qaytarmır. Nəzir demək nəyisə qaytarmır. "İnnema istaxracu bihi minəl bəxil." Deyir, o paxıldan mal çıxarmaqdır. Və digər hədisdə deyir ki, "İnnehu la yuqaddimu şey'an və la yuaxxiru." Deyir, o nəyisə qabağa salıb, nəyisə arxaya salmır. Yəni nəzir demək. "İnnema istaxracu bihi minəl bəxil." Deyir, yalnız paxıldan mal çıxarmaqdır. Deməli, nəyisə qaytarmır, yəni qədəri qaytarmır. Xeyir gətirmir, nəyisə qabağa salmır, nəyisə arxaya salmır. Yəni, aydındır. Deməli, bunlar, bu nəzirlər, buna nə deyirlər? Ən-nəzrul muallaq. Muallaq nəzirdir. Muallaq nəzir nədir? Yəni, o nəzirdir ki, sən onu nəyisə bağlayırsan. Deyirsən ki, mən imtahandan keçsəm, nəzir deyirəm ki, imtahandan keçsəm, belə eləyəcəm. Misal üçün, oğlum əskərdən gəlsə, nəzir deyirəm ki, qurban kəsəcəm. Və bu nəzir demək, alimlər deyirlər ki, haramdır. Bunu demək, nə deyirlər? Haramdır. Yəni, çünki bu, Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyim, paxıldan mal çıxarmaqdır. Əgər o şey baş verərsə, onu yerinə yetirmək mütləq vacibdir. Vəfalı olmaq vacibdir. Ona görə baxsaq, görərək ki, Quran-Kərimdə yəni, ayətlər var. Məsələn, Allah Azə və Cəllə nəzirə vəfalı olan neyinir? Tərifləyib. Nəzirə vəfalı olan. Necə ki, bu ayədə oxuduğumuz ayədə keçir kitab Tövhiddə yufuna bin nəzri və yaxafuna yevmə. Onlar nəzirlərə vəfalı olarlar. Deməli, insan əvvəlcədən nəzir deməsi nədir? Çoxu alimlərin fikrinə görə məkruhdur. Çünki Allah səni ona mükəlləf etməyib. Niyə özünü mükəlləf edirsən? Aydın mı? Niyə özünü mükəlləf edirsən? Amma insan əgər nəziri dedirsə artıq nə etməlidir? Yerinə yetirməlidir. Və həmçinin Allah Taala başqa ayədə buyurur ki: "Və mə anfaqtum min nafaqatin aw nazartum min nazrin fe innallaha ya'lemu." Deyir ki, əgər siz bir "Və mə anfaqtum min nafaqa", siz bir Allah yolunda nəfəqə versəz, yəni sədaqə versəz, "Aw nazartum min nazrin", və yaxud siz nəzir desəz, "Fe innallaha ya'lemu", Allah onu bilir. Allah onu bilir. Deməli, alimlər deyir ki, nəzir öz-özlüyündə təriflənəndir. Çünki o ibadətdir. Öz-özlüyündə. Amma
deyən şəxsə nisbətdə alimlər nə deyir? İxtilaf ediblər. Bəziləri deyib ki, təriflənən də ibadətdir. Bəziləri deyib yox, haramdır, əgər muallaqdırsa. Bəziləri deyib baxır o 5 növdən hansıdır. Yəni hansına qayıdırsa onun hökmünü verirlər ona. Ya nəzir, hansı nəzirdir? Dedik ibadət nəziri var, dedik məkruh olan nəzir var, haram olan nəzir var, bir də halal olan nəzir var. Elə deyilmi? Ay sağ ol. Deməli Allah Teala deyir: "Mə anfaqtum min nafaqatin aw nazartum min nazrin fe innallaha ya'lemu." Deyir ki, əgər siz nəfəqə versəz də, sədaqə versəz də və nəzir desəz də bilin ki, Allah onu bilir. Yəni Allah qeydə alır onu. Və həmçinin yəni və sahihdə gələn Ayşə radiyallahu anhadan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "Mən nəzara an yuti'allah Mən nəzara ən yuti'allaha fəlyuti'hu." Kim nəzir deyərsə ki, Allaha itaət etsin, qoy itaət etsin deyir. Kim nəzir deyərsə ki, Allaha ibadət etmək üçün, yəni nəzir demək üçün, yəni heç bir muallaq yoxdur, heç bir şeyə bağlamırsan. Deyirsən ki, nəzir etdim ki, 3 gün oruç tutmağa. Aydın mı? Peyğəmbər sallallahu əleyhi və səlləm ki, fəlyuti'hu, qoy yerinə yetirsin. Aydın. Və bu onun üçün ibadət olacaq. Aydındır? Amma "Mən nəzara an ya'siyallaha fələ ya'sihi." Amma kim nəzir edərsə ki, Allaha asi olsun, haram işlər etsin, deyir ki, fələ ya'sihi, Allaha asi olmasın, yəni yerinə yetirməsin o nəzri. Fihi məsail, burada məsələlər var, faydalar var. Birinci fayda odur ki, vücubul vəfa bin nəzr. Nəzrə vəfalı olmaq vacibdir. Nəzrə vəfalı olmaq vacibdir. İkinci, İzə səbətə ənəhu ibadətun lillahi fəsarfu ilə qeyrihi şirkun. Əgər o sabit olsa ki, o ibadətdir, yəni fikirsən sabit olsa ki, o ibadətdir, onu Allahdan qeyrisinə yönətmək şirkdir. Deməli, nəziri Allahdan qeyrisinə demək nədir? Şirkdir, Allaha ortaq qoşmaq üçün. O ibadətdir. O ibadətdirsə, ibadət yalnız Allahın haqqıdır. Ona görə onu Allahdan qeyrisinə yönətmək olmaz. Və bu ən çox yayılmış şirklərdən biridir. Nəzirdə olan şirk. Qurbanla nəzir ən çox edilən şirklərdən biridir. Ən çox edilən. Ona görə Muhammed Abdülvahhab rahimehullah bunu ibadətin içində gətirir. Bunları ki, yəni bunlar ibadətdir insanlar. Bilin, nəzir ibadətdir. Nəziri Allahdan qeyrisinə etmək şirkdir. Ay sağ ol. Və həmçinin orada Allahdan qeyrisinə etməyi qarışdırmayaq. Misal üçün insan deyəndə ki, mən nəzir etdim, əgər oğlum əskərdən gəlsə bir qoyun kəsəcəm. Bu, oğluna nəzir demək deyil. Nəzir etdim kim üçün? Allah üçün. Amma nəziri nəyə bağlayır? Oğlunun əskərdən gəlməsinə. Bu ibadət Allah üçün. Burada şirk yoxdur. Bu ibadətdə nə var? Bəzi alimlər məkruh görüblər, bəzi alimlər haram deyiblər. Aydındır bunu. Yəni, hədis əhli haram deyib. Hədis əhli nə deyiblər? Haramdır. Və fəqihlərin çoxusu məkruh görüb. Deyiblər ki, yox. Bunu yerinə yetirməyin. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah hətta tavaqquf edib. Nə məkruh deməyib, nə haram deməyib. Dayanıb. Nə də deməyib ki, ibadətdir buna. Aydındır, bu dayanan alimlərdən biridir bu məsələdə. Necə ki, onun ixtiyaratı var, Şeyxülislamın fiqhi görüşləri və həmin kitabda İbn Muflih ondan nəql edir. Yaxşı, sonra izə səbətə ənəhu ibadə, dedik ki, o əgər ibadətdirsə, Allahdan qeyrisinə onu yönətmək olmaz. Üçüncü fayda odur ki, ənnə nəzra əl-məsiyyətə lə yəcuzu əl-vəfəu bihi. Asilik nəzirinə vəfalı olmaq olmaz. Yəni, bir insan nəzir edərsə ki, haram bir iş görsün və ona vəfalı olmaq olmaz. Bəzən məkruh necə ola bilər? Misal üçün, insan nəzir edir ki, zövcəsini boşasın. Deyir, nəzir edirəm ki, zövcəmi boşayacam. Misal üçün, belə bir söz deyir. Deyil mi? Bu məkruh nəzirdir. Baxmayaraq ki, talaq haram deyil. Aydın mı? Amma bu nədir? Məkruhdur. Amma bu məkruhu nə edib? Yəni silmək, onun daha böyüyünü, daha yəni faydalısını gətirmək daha yaxşıdır. Daha yaxşıdır. Çünki yəni talaq nədir? Talaq yəni Allahın yəni xoşuna gəlməyən yəni işlərdən biridir ki, necə ki bu barədə hədis var deyir, şeytanın dənizin üzərində ərşi var. Deyir o yəni iblisin. Deyir o şeytanlarını çağırır və deyir gedin insanları günahlara salın. Biri deyər ki mən filan günahı etdirdim, biri deyər ki oğurluq etdirdim, biri deyər zina etdirdim, biri deyər yəni filan günah etdirdim. Sonra biri deyər nə? Ərlə arvadın arasını vurdum.
Yəni kişi ilə qadın arasını vurub deyər ki, gəl sən yanımda otur, bax sənə yaxşı yer var yanımda. Deməli, iblisin xoşladığı şeydirsə, Rəhmanın qəzəbi tutan şeydir. Edilmi? Və Allah Azze və Cəllə onu sevmir. Və həmçinin baxın, Quran-ı Kərimdə nə qədər ayətlər var. Ərlə arvadın arasını islah etmək. Yəni, boşanmaq ən son həddədir. Birinci nə deyir? Deyir ki, qorxsaz o qadınlar sizə asi olur, onlara nəsiyyət edin. Deməli, birinci nush ən gözəl. Yəni, insan həmçə öz yoldaşı üçün xeyir istəməlidir. İn yuridə xayran yuvaffiqillahu beynəhumə. Əgər siz xeyir istəsəz, Allah sizin aranızı islah edər. Bax, hər dəfə yoldaşın üçün xeyir istə, görsən Allah yoldaşınla aranı mehriban edir, yoxsa yox. Bütün problemlər insanın öz yoldaşı üçün. Bu, həm kişiyə aid, həm qadına aid. Xeyir istəməməyindən doğur bu problemlər. Ona görə insan gərək öz yoldaşı üçün xeyir istəsin ki, ailədə mehribançılıq olsun. Yəni, xeyir istəsələr islah olacaqlar ikisi də. İn yuridə xeyran, Allah şərt qoyur. Deyir, in yuridə xeyran, xayran. Deyir, əgər onlar xeyir istəsə, yuvəffiqillah beynəhum. Allah aralarını müvafiq edəcək. Allah onların arasını barışdıracaq. Allah aralarını islah edəcək. Aydındır. Ona görə başqa ayədə Allah Taala nə deyir? Deyir ki, əgər onlar qorxsalar ki, bir-biri ilə, yəni neynlər, mübahisə olacaq, qadın qorxur ki, kişi onu boşaya bilər ki, ən yuslihə beynəhumə sulhə. Deyir, öz aralarına sülh bağlasınlar, müəyyən haqlarından keçsinlər. Aydınmı? Çünki və uhdiratil anfusuş şuh. Deyir, qəlblər tamahkarlığa meyillidir. Qəlb istəyir ki, yəni özünə qarşı misal pis danışan, özünə qarşı səsini yüksəldən və ondan intiqam alsın. Amma nəfsin istəyinə yox, Rəhmanın istəyinə getmək lazım. Və ona görə nə deyir? Sonra Allah Subhanahu taala nə deyir? Və deyir, əgər onlar hətta ayrılsalar, onların ruzisini Allah verəcək. Və həmçinin başqa ayədə nə deyir? Deyir ki, onlara nəsihət edin. Nisa surəsində deyir, əgər onlar, yəni görsə nəsihət fayda vermir, neynəyin? Yatağınızı ayırın. Bu da fayda verməsə, sonra neynəyin? Vurun. Vurmaq necə olmalıdır? Yəni, darb iki növdür. Var darb təzib. Bir də var darb təədib. Neçədir? Darb. Əzab vurmağı var, bir də ədəb vurmağı. Bir var, əzab vurursan, ağrıyır. Günlərlə ağrısı getmir. Bir də var ki, vurursan, ədəblənir. Bax, ədəb vurmaq lazım. Təbii ki, ona görə, yəni, sonra bir nəfər kişi olur, qadın şikayət edir ondan ki, bəs mən deyir, o mənə vurur, qaziyə şikayət edir. Kişi də gəldi ki, mən onu misvakla vurmuşam. Və qadın deyir ki, qaziyə deyir, siz onu soruşun ki, o misvak nə boyda olub. Yəni, sana yekə, yoğun bir misvak olub, oyna olub. Yəni, ona görə, Allah-u Akbar. Yəni, ona görə insan nə eləməlidir? Vuranda, yəni, elə eləməlidir ki, yəni, o vurmaq, yəni, ağrıtmasın, yəni, əzab vuruşu olmasın. Əgər bu da fayda verməzsə, ona nə olmalıdır? Oğlan tərəf, kişi tərəfdən də ağsaqqallar gəlməlidir, qadın tərəfdən ağsaqqallar gəlməlidir. Onlar nəsiyyət eləməlidirlər. Qadın tərəf nəsiyyət etməlidir, kişiyə kişi tərəf nəsiyyət etməlidir. Bugünkü gündə görürsən, böyük, bəzi görürsən, yaşlılar, bəzi qız ataları, qız anaları çox hikmətsiz davranır. Gəlirlər, öz qızına nəsiyyət eləyəsi yeznəsini danlayıb gedir. Və yaxud da yeznə tərəf gəlir, öz oğluna nəsiyyət eləyəsi, yəni gəlini danlayıb gedir. Yəni, belə olmalı deyil, islah istəmək lazımdır. Mən haqq çıxım, məsələnin həlli deyil. İslah olmaq, bax, yaxşı, sən yeznəni danladın, onlar da gəlini danladı. Hər kəsə öz tərəfini istəyir ki, mən yaxşıyam. Nəticədə nə baş verir? Ailə dağılır. Yenə o gənclər əzab çəkir. Yəni, sizə heç nə olmayacaq. Yəni, yenə o gənclərə əzab olacaq. Görürsən ki, həqiqətən, yəni, çoxu vaxt şeytan gəlir, deyir ki, əşi bu qadın pis qadındır, get başqasını al. Amma bilmir ki, yəni, problemsiz insan yoxdur həyatda. Hamının bir problemi var. Əgər insan bir əməli salih, iffətli bir qadınla evlənirsə, Allaha şükür eləsin. Və ailəsini qorumağa çalışsın. Və yəni, onunla Allaha yaxınlaşmağa çalışsın ailəsi ilə. Bu qədər kifayətdir. Allah bir daha doğrusunu Allah Azze və Cəllə bizim ailələrimizi də islah etsin, hamımızın və bütün müsəlmanların. Və o ailələr ki, onlarda problemlər var, Allah onları barışdırsın, Allah onları arasını islah etsin, Allah onlara salih övladlar nəsib etsin, övladlarını da qorusun,
Və axiru da'vana enelhamdülillahi rabbil alamin. Subhanakallahumma hamdik, əşhədu an la ilahe illa ente, estağfiruka və etûbü ileyk.